Geç o yana lənətə gələsən. Ayşah, kim var orada? Hay verin, İskəndər. Aşı ölmüşsünüz? Ne var ata? Kəblə, Fəthullah dirilib. Necə? Kim dirilib ata? Hacı Rüstəmin oğlu Kəblə Fəthullah dirilib. Yani o Xorasanda ölən? Hə, Xorasanda ölən. Laf elə əməlli başlı dirilib. Əməlli başlı oğlum, əməlli başlı. Yani elə qəbirdən çıxıb, anasının qarnından çıxan kimi ağlamağa başlayacaq, hə? Hə, məzardan çıxacaq, ağıllı başlayıb. Necə ana bətindən çıxır, ağlayacaq. Ağla, necə yəni? Necə yəni ana bətindən çıxır? Bu sən lənətə gələsən, gizbəsən. Hacı Şam, deyirlər, Kəblə Fəthullah dirilib, salam əleykum. Və aleykümə salam. Dirilib ha kişi, dirilib, möcüzədir. Özü öz əli ilə kağızla yazır. Əlbəttə öz başına deyil ki, onu bir dirildən var. Hacı, ay Hacı, buna xəbərdir. Düzdürmü Kəblə Fəthullah dirilib? Əşələ şey ola bilməz, bu şey möcüzədir. Dünyanın axırıdır. Təkləməz, yerindən dirildi. Həcəmi. Hazır Sələmi! Hazır Sələmi! Hazır Sələmi! Selametine! Yağmur verdi şahına! Hazır Sələmi! Hazır Sələmi! Bir selametle yağmur verdi şahına! Kəblə Fəthullah değil! Həkkiler mağazine dumağızında! Hazır Sələmi, bu da məktub. Bismillahirrahmanirrahim. Ne yazılıb? Məşəd Oruç, yaxşı budur ki sən bu məktubu ucadan oxu, qoy cəmaat özü eşitsin. Ali, oradan oturacaq ver tez. Vallahi, laf məhətəl qalmışam, Məşəd Oruç, vallahi. Ayafır, tez ol. Məşədi buyur, bu da kürsü. Ya Allah. Hacamat, kulak açın, kulak açın. Ey mənim əziz və mehriban qardaşım Məşəd Oruç. Məni deyir, məni. Bu məktub sənə çatan kimi əvvəl qabaqca Hacı Həsən əbmə xəbər ver. Əmi, burada səni deyir, səni. Məni, sağ olsun qardaşım oğlu Kəblə Fəthullah. Vallahi o elə ölməmişdən qabaq da mənə hörmət edirdi. Görünür ölüb diriləndən sonra biraz da mərifətli olur. Sən gerisini yoxdur, gerisini. Ya Allah, ondan sonra hey anam sağdı, onu bas bağırına və deyirəm. Ay ana, yazdı ana, dəxi qüssə eləmə, oğlun Kərbəlayı Fəthullah dirilir. Ondan sonra ayıp olmasın bizim uşağın anasını, ha, xulalsa. Bir də ola bilər ki, mənim dirilmək xəbərim sənə və bir para qəlbi qara adamlara təəccüb görsənə. Bin lənət olsun o nakəslərə ki, Xudavənd aləmin qüdrətinə şək gətirirlər. Lənət! Lənət! Qardaşım Məşəd Oruç, yenə məni. Mən və məndən savay 114 nəfər qəbirdən inşət edib dübavra bu dünyaya gələnlər gərək 40 gün tamam ziyarətə məşğul olan və inşallah 40 gündən sonra gəlirəm vətənə. Ey mənim qardaşım Məşəd Oruç, macəranın təfsiri inşallah gələndə özüm dicabı nəql edərəm, sən eşidib mat və heyran qalarsan. Bu kağızı yazmaqda qəsdim səni xəbərdar eləməkdir ki, Fazıl Bimisir və Rabid Müqəddəs Şeyx Rəsulullah Rəcəb ayının qürrəsində yola düşüb, Nəcəfül Əşrəf şəhərinə azım olacaq. Şeyx cənabları bizim şəhərin yanından keçərkən, qəbristanlıqda əhl-i-vur ziyarətli müşəhədəf olub, sonra yoluna davam edəcək. Qardaş, can, yenə məni deyir. Qardaşım, səndən bir xahişim var. Şeyx gələn günü qəbristanlığa get, onun hüzurunda ol, qabağında diz çök, ətəyindən öp, dua et. Kağıza qol qoyub Məşəd Fəthullah Hacı Rüstəmoğlu. Vəssalam. Ya şeyxi əməlli başlı ehtiramla qabul eləmək lazımdır. Hacı Həsən əmi, Allah inanmaq olmur ki, belə böyük bir şəxsiyyət bizim şəhərə gəlsin. Allah inanmaq olur. Yox, şeyx yol ağzındakı qəbristanlıqda əhli quburu ziyarət edib yoluna davam edəcək. Necə yəni davam eləyəcək? Ay kişilər bətbi. Ay hacı,
Bu nə xəbərdir? Deyirlər Kərbəlayı Fəthullah dirilib gəlir. Ay arvad, alam qarışıb biri-birinə nə deyir? Çox adam dirilib, elə Kərbəlayı Fəthullah da deyir. Ay hacı, Allah atana rəhmət eləsin. O şeyh bizim də şəhərin ölülərini dirildəcək. Nə bilim ay arvad, dirildəcək, ya dirildəcək. Vallahi laf başım bitirmişəm. Elə də iş olar, ay başıma dönür. Heç bilmirəm ki, axı, necə dirildəcək? Necə ola bilər bu? Siz qəbristanlıqda rəqs etmək? Ay kişi, dünyadan bir xəbərsən. Eşitməmişsən ki, şəhərimizə Şeyx Nəsrullah cənabları təşrif gətirir. Oynamayaq neyniyək? Ağlayaq? Şeyh Əhməd, bunları kim deyib ki, mən burada da ölü dirildiyeceğim? Ya şey günahımızda. İnne dünyaküm indillah efendimin ferekati fi fehmi ceradeti. Bazı münkirler deyirlər ki, ricət et, bəz mürafid, təklif əz. Zira kəsi ki mörd təklif əz, o mörtəvə şad. Dübara amədəni o beyin aləm kəsəmər darət. Bəlkə sizin də işinizdə belə münkirlər var. Şeyh Əhməd, bu ölünü mənim izinim olmadan kim qəbirdən çıxarıb? Mənim xəbərim yoxdur şeyxana. Cənab şeyh, bu mənim oğlum Hacı Mansırdır. Biz onu qəbirdən çıxarmamışıq. Biz onu dəst eləmək istəyirdik. Eşitdik ki, siz cənabları şəhərimizə təşrif gətirmişsiniz. Əsasladın. Xahiş edirəm, bunu sizin elindəsə. Ay Allah'ın məzlum bəndəsi. Mərhum gərək o dünyaya geçsin. Orada inkirin 40 sualına cavab verəndən sonra... Yalnız ondan sonra o dünyadan bu dünyaya qayıda bilər. Bəli! Amma bir şey başa düşə bilmirəm. Bu mərhumun kağızı bundan pambıq tıxanıb, o necə danışa bilər, hə? Danışar, hələ o yana da keçər. Sənin fikrin bu dünyaya getməsin. Şeyxin sözün küfr etmə. Nə danışırsan? Şəkkətini ağzın əylər, özü də qəbirstanlıqda. Bunlar hardan gəldi? Çəkilin! İmdad elə hüzurumuzda bir balaca gecikmişik. Bu kitab nədən yazır? Mirzə gələr, bir yerdə təhsil eləyərik. Elm elə bir şey deyil ki, öz-özünə gəlib girsin adamın başına. Onu yeritmək lazımdır. Madem ki Mirzə müəllim deyir, onda yerit. Amma elə yerit ki, başını itirməyəsən. Əgər başını itirsən, bax, onda ömürlük bu şüşüyə həsrət qalacaqsan. Mirzə müəllim dedi ki, oxu... Mən Mirzə müəllimin nə dediyini çox gözəl bilirəm. Oxu, alim ol. Amma bu dılğırların biri demir ki, oxu, adam ol. Bilirəm ki, atam bu kitabı almaq üçün sənə 2 manat pul verib. Amma mən sənin yeri olsaydım, o pulu verərdim dığanın dükanından, 2 şüşə şərab alardım. Birisini sənin sağlığına axşamdan səhərəcən vurardım, o birisini də Mirzənin sağlığına səhərdən axşamacan gillədərdim. Yenə içmisən? Ha? Dadaş, sən Allah, az iç bu zəhrimarı. Baş üstə, gözüm üstə. Vallahi yalan deyirsən. Yalan demirəm. Nə qədər ki buradasan, bir damcı da içməyəcəm. Elə ki getdin, içəcəyəm. Onda mən də buradan heç yana getməyəcəm. Yox bacım, deyəsən bizim bu oyunumuz baş tutmayacaq. Sən məni ayılma təhlükəsinə sürükləyirsən. Ayılma təhlükəsi? Bacım, ver əlini. Baş götürüb gedək bu vilayətdən. Axı hara? İşte orasındadır ki, hara. Ay bacım,
Sən səhərdən axşama qədər evdə oturursan, mənə yaxınlaşmırsan, dünyadan da xəbərsizsən, bilmirsən dünyada nələr olur, nələr baş verir, öyrənmək də istəmirsən. Gəl bacım, gəl, bax, günəş doğub. Əgər sən o günəşi görməyəcəksənsə, o işığın nə faydası var? Ağaclar çiçək açıb. Əgər sən o çiçəkləri görməyəcəksənsə, o çiçəklərin nə faydası var? Amma sən neynirsən? Səhərdən axşama qədər evdə oturub, halalarından, bibilərindən ərə getmək dərs öyrənirsən. Cici bacılarınla, rəfiqələrinlə çak 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 çatqıç şeyniyib, laqqırtı vurub oynayırsan. Mənə gülürsən qaqaş. Əvvəla mən bir o qədər də kefli deyiləm. Allah and olsun, əgər sən də mənim kimi Sorbonda, Avropanın göbəyində təhsil alıb bu mühitə düşsəydin, onda putulka nədir? Lap küpün dibinə girərdin.